Tır parkının ərazisində qazıntı işləri aparılır, gil daşınır. Abşeron rayonu Müşfiq qəsəbəsində tır parkının ərazisində qazıntı işlərinin aparılması ilə bağlı qaynar xəttimizə video görüntü göndərilib. İddia olunur ki, bu işlər qanunsuz həyata keçirilir və oradan çıxarılan gil daşınır və satılır. Görülən işlər həqiqətənmi qanunsuzdur? Sakinlər nədən narahatdır? Baxaq. Qaynar xəttə müraciət edən Ceyhuna Ağayeva Müşfiq qəsəbəsində yerləşən tır parkın ərazisində qazıntı aparıldığını və oradan çıxan gilin daşındığını bildirir. İddia edir ki, bu işlər əsasən gecə saatlarında aparıldığından əksəriyyət bunu görməyib. Gecə ilə işləyiblər, səhər dayanıb, saat 6-ya kimi işləyiblər, saat 6-dan sonra dayanıb. Dağı yarıbdır, içindən gil çıxıbdır. O gili də kərpic zavoda satıbdır. Biz də məsələni araşdırmaq üçün sözgedən ünvana getdik. Qarşılaşdığımız mənzərə isə belə oldu. ATV xəbərin qaynar xəttinə göndərilən həmin video görüntülər əsasında biz də Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən bu tır parkın ərazisinə gəldik və mövcud vəziyyəti yerində araşdırmaq istəsək də təəssüflər olsun ki, bu ərazi sizin də müşahidə etdiyiniz kimi tellə bağlıdır və burada olan mühafizəçilər əraziyə keçib mövcud vəziyyəti görməyə şərait yaratmırlar. Bir qədər kənarda dayanıb müşahidə apardıq və gördük ki, tır parkının ərazisində qazıntı işləri aparılıb. Həmin ərazinin mülkiyyətçisi Elşən Ələkbərovla da əlaqə yaratdıq. Bildirdi ki, deyilənlər həqiqəti əks etdirmir. Orada aparılan qazıntı hamarlama məqsədi ilə görülüb. Məsələ ilə bağlı Abşeron rayon icra hakimiyyətindən dedilər ki, sözgedən ərazi şəxsi mülkiyyətdədir və qeyd etdiyiniz məsələlərə nəzarəti rayon icra hakimiyyəti həyata keçirmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, gil daşınması ilə bağlı daxil olan şikayət 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb. İdarənin rəisi Asif Məcidov bildirib ki, araşdırma zamanı sözgedən ərazinin xüsusi mülkiyyətdə olduğu, mülkiyyətçisi tərəfindən ərazidən götürülən suxurun həmin sahədə hamarlama işlərində istifadə edildiyi və aparılan işlər zamanı ekoloji hüquq pozma faktının aşkar olunmadığı müəyyən edilib. Əhməd Məmmədov, Amil Əliyev, ATV Xəbər.